Azərbaycanda mal bazarının bağlanması ilə bağlı qərar ictimaiyyətin diqqət mərkəzinə çevrilib. Qərarın əsas məqsədi sanitar-gigiyenik qaydaların gücləndirilməsi və son vaxtlar yayılan dabaq xəstəliyinə qarşı mübarizənin effektiv təşkili ilə bağlıdır. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən bildirilib ki, müxtəlif ölkələrdə heyvanlar arasında xüsusi təhlükəli yoluxucu xəstəliklərin yayılması müşahidə olunur və bu region ölkələri, o cümlədən Azərbaycan üçün real risk yaradır. Respublikanın baş dövlət baytarlıq müfəttişinin imzaladığı qərara əsasən ölkə ərazisində heyvan bazarlarının fəaliyyətinə oktyabrın 25-dən müvəqqəti məhdudiyyətlər tətbiq olunub və bu proses agentliyin regional bölmələri, yerli icra hakimiyyətləri və polis orqanları ilə birlikdə icra olunur. Əlavə edirik ki, heyvan bazarlarının sahibləri tərəfindən bazar ərazilərində dezinseksiya və deratizasiya tədbirləri görülməlidir və bu sağlamlaşdırma tədbirləri yekunlaşdıqdan sonra bazarların fəaliyyəti bərpa olunacaq. Əlavə edirik ki, bu qərar ət kəsimi və satışına heç bir maneə yaratmayacaq. Çünki ölkə üzrə fəaliyyət göstərən heyvan kəsimi məntəqələri fəaliyyətlərini əvvəlki qaydada davam etdirəcəklər. Məsələnin iqtisadi tərəflərinə gəlincə, mütəxəssislər qeyd edirlər ki, mal bazarlarının bağlanması ət məhsullarının qiymətinin artmasına səbəb ola bilər. Mal bazarının bağlanmasının ən böyük təsiri qiymətlərə olacaq. Qiymətlərə artırıcı təsir göstərir. Əhalini ikincisi mağazalara yönləndirəcək, əti mağazalardan almağa, yəni mağazalarda ət alıcıların sayını çoxaldacaq, tələbat çoxaldacaq, qiyməti artıracaq, iqtisadiyyata belə xüsusi təsir göstərməyəcək, çünki mal bazarlarının iqtisadiyyatda xüsusi bir əhəmiyyətli rolu yoxdur. Qəssabların fəaliyyətinə mənfi təsir göstərə bilər, o da kiçik kəsimdir. Əhalini narahat edən əsas məqamlardan biri isə dabaq xəstəliyinin heyvanlardan insanlara keçmə ehtimalıdır. Zoonoz xəstəlikləri üzrə mütəxəssis Elçin Məmmədov bildirir ki, bu xəstəliyin insanlara keçmə ehtimalı çox azdır. Dabaq xəstəliyi adətən mal-qarada, təsərrüfat heyvanlarında rast gəlinən bir zoonoz xəstəlikdir. Yəni heyvandan insana keçmə ehtimalı çox azdır. Son 20 ildə yəni insanlara Azərbaycanda yəni insanda tapılmayıbdır bu xəstəlik. Sadəcə heyvanlarda da ölüm nisbəti 5%-dir. Yəni xəstəliyi adətən keçirən heyvan 36 ay boyunca virus daşıyır. Yəni bu xəstəlik heyvandan heyvana birbaşa keçir, amma insana keçmə ehtimalı yəni ancaq heyvanla təmasda olanda və ya heyvan mənşəli məhsulların istifadəsində yoluxa bilər. İnsanda əlamətləri adətən hərarətdir, boğaz ağrısıdır, halsızlıqdır, yorğunluq. Yəni bu simptomlar nəzərə çarpır. Sonda qeyd edək ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və Dövlət Baytarlıq Nəzarəti Xidməti tərəfindən ölkə üzrə vaksinasiya kampaniyası davam etdirilir. Qurumdan bildirilib ki, proseslər başa çatdıqdan sonra mal bazarlarının fəaliyyəti mərhələli şəkildə bərpa olunacaq.